Digər bir dördüncü səbəb olaraq deyə bilərəm ki, universitetlərə qəbulun kifayət qədər rahat olmağıdır və düşünürəm ki, hamımız yəni bunu görürük, hamımız bunu eşidirik. Nə bilim attestatla Türkiyəyə qəbul ol, cəmi illik 500 AZ-nə Türkiyədə təhsil al və s. və ilaxır. Yəni universitetlərə qəbul kifayət qədər rahatdır. Bunun da bu şəkildə olmağının səbəbi ona görə deyil ki, yəni onlar belə deyək, tələbələrə təhsil vermək arzusu ilə yanıb alışırlar. Yəni buna görə deyil. Əsas səbəb odur ki, yəni bu adamlar universitet açıb və o universiteti necəsə maliyyə cəhətdən saxlamalıdırlar və pul qazanmalıdırlar. Ona görə tələbə cəlbi ilə məşğuldurlar. Və mən belə bir maraqlı bir faktla, yəni son vaxtlar belə bir maraqlı faktla rastlaşmışam ki, Türkiyədə təhsil alan tələbələrin bir çoxu əslində yəni biraz gülməli səslənsə də türk seriallarının populyar olduğu yerlərdir. Məsələn, Azərbaycan, Mərkəzi Asiya, digər şərq müsəlman ölkələri, Ukrayna, Rusiya və müəyyən qədər Belarusiya, yəni bu tip ölkələrdədir. Yəni seriallardan müəyyən qədər həmin ölkə haqqında bir məlumat formalaşır və düşünürlər ki, elə hər şey yəni orada olduğu kimidir. Amma yəni həmin ölkəyə getdiyin zaman başa düşürsən ki, yəni məsələ tamamilə fərqlidir. Yəni bu kinoda olduğu kimi deyil. Və ona görə də düşünürəm bu tərəfdən də baxsaq, biraz serialların, kinoların da marketinqi güclü işləyir bu ölkəyə maraq cəlbi üçün və eyni zamanda turist də zaten çox gedir bu ölkələrə və turistlərin vasitəsilə də təhsil müəyyən qədər inkişaf edir və təhsil əslində təhsilə getmək təhsil turizmi sayılır və yəni bu tərəfdən də universitetlər çox böyük avantaj əldə edirlər. Amma yəni universitetlərin orada çox olmasının yeganə səbəbi yəni biznes məqsədlidir və tələbə cəlbi üçün nəsə etməlidirlər və bu şəkildə də asan qəbul edirlər. Amma təhsil səviyyəsinin çətin olmağı, yəni mənasız şəkildə çətin olmağıdır. Yəni əslində orada xüsusi bir şey öyrətmirlər. Sadəcə imtahanlarla çətinləşdiriblər. Bu da Təhsil Nazirliyinin tələbidir. Yəni bir növ müəyyən bir strukturda universitetlər tədris eləməlidir və onun tələbinə uyğun olaraq təhsil formatı biraz çətin olur. Yəni bu da digər bir səbəbdir. Məncə çox mənasızdır. Siz gedib türk dilində təhsil alırsınız və fənləri güclə keçirirsiniz. Hansı ki 4 illik bakalavr 6 ilə 7 ilə bitirirsiniz. Yəni o vaxtı itirəcəyinizə artıq karyeranıza başlamış ola bilərsiniz və yaxud da ki o vaxtı itirəcəyinizə bir bakalavr, bir magistr oxuya bilərsiniz. Və plus da ki o ölkədə bu əziyyət çəkmək məncə daha mənasızdır. Yəni bir şey ki, yəni oxuyaraq öz sahibiniz üzrə iş tapmağa da çətinlik çəkirsiniz. Yəni hər şey neqativdir də belə deyək. Sadəcə müəyyən qədər PR-ın yüksək olmağı və Türkiyəyə qəbulun rahat olmağı həmin universitetlərin populyarlaşmasına səbəb olub.